85-ci sual qalmışdı. Onda izahına baxırıq. Bizdən nə soruşur? A-nın 28 olması üçün n dəyişəninin, nəticənin 28 olması üçün n dəyişənə daxil edə biləcəyi ən kiçik. Baxın, A 8 vahid artıb, n də 5 vahid artıbdır. Düz deyilmi? Düzdür. Və dövrüm nə zaman çıxacaq? N böyükdür 50 olanda. Düzdür. N böyükdür 50 olanda. İndi A-da hər A 8 vahid artırsa, gəlin mən A 4-dən giriş edibsə, həyə düşürsə, deməli mənim neçə dəfə dövr etmiş olur? 28 bərabərdir. A neçədir? 4 vurulsun. Neçə vahid artıb? Bilmirəm. Aydındırmı? Vurulsun yox da üstə gəl. Mən vurulsun yazdım. Düzdür. Burada da 8x də bərabərdir 24-ə. X də bərabərdir 3-ə. Deməli 3 dəfə dövrə gedibdir. Düz deyilmi? 3 dəfə dövrə gedibsə, n-i tapmaq üçün də nə edəcəm? N üstə gəl. 3-ü də 5-ə vuracam. 15. Aydın böyükdür 50-dən. N də böyükdür nədən? 35-dən. N nəyə bərabər olacaq? 36-ya. Bu da 85-ci sualın nədir? Cavabı. Buna heç cürə baxa bilmədim. Çünki burada düşməyib. Üstə gəl çıxaq. Bir də buna baxa bilmədim. Onu da PDF-in orijinalını əldə edə bilsəm, baxıb. Bəziləri düşüb, bəziləri də uşaqlar üstündə qaralayıb heç cürə görmək olmur.